Salam, bu videoda 21 dekabr tarixində keçirilən lisey və gimnaziyalara qəbul sınavının 6-cı sinif üçün olan kitabçasındakı suallara baxacağıq. Əvvəlcə başlayaq 21-ci sualımızla. Deməli, bizə deyir ki, A, 2, B, 3 rəqəmli bir ədəddir. A, 2, B. Bu 3 rəqəmli qiymətimiz 9-a bölünəndə qalıqda 5 qaldığını deyir. Buna uyğun mənə neçə müxtəlif qiymət olduğunu sual verir. Gəlin indi bunu tapaq. Biz bilirik ki, 9-a bölünmə qaydası necədir? Rəqəmlərə cəmi əgər 9-a bölünürsə, demək ki, bu qiymətimiz 9-a tam bölünür. Amma qalıq 5-dirsə, demək ki, elə A, 2 və B-nin rəqəmləri cəmi 9-a böldükdə qalıq 5-də, demək ki, elə rəqəmlərin özündən də qalıq 5 qalmalıdır. Yəni, mən burada düşünürəm ki, A, 2 və B-nin qiymətləri nə ola bilər ki, onların cəmini biz 9-a böldükdə qalıq 5 olsun. 9-a böldükdə qalıq 5 olması üçün ya cəmləri 14 olmalıdır, ya da başqa düşünürəm belə bir qiymət varmı? Misal üçün 14-də 14-ü 9-a böldükdə qalıq 5 alınır. Başqa bir qiymət var. Bir də misal üçün 23-ü düşünə bilərik. 23-ü qalığı 5 olacaq şəkildə 9-a bölə bilirikmi? Əslində 23 bəli, qalıq 5 olacaq şəkildə bölünür. Amma mən buradan 23-ü A, 2 və B-nin cəmi şəklində parçalaya bilmirəm. Niyə? Çünki mən burada 23-dən 2-ni çıxdıqda gərək ki, A ilə B-nin cəmi versin mənə 21-i. Amma iki müxtəlif rəqəmdən mən 21 cəmini heç vaxt çıxara bilmərəm. Demək ki, məndə yalnız cəm 14 olması şərt ödənməlidir. Yəni A üstəgələk 2, üstəgələk B bərabər olmalıdır 14-ə. Və mən buradan 2-ni ləğv etsəm, A üstəgələk B-yə nə qalır? 12. İndi mən A və B üçün elə qiymətlər düşünməliyəm ki, cəmlər mənə 12 versin. Amma A ilə B müxtəlif qalmalıdır. Mənə cəmi 12 verən, deməli 3 ilə 9 var. 4 ilə 8 var və 5 ilə də 7 var. 6-6-nı götürə bilmirəm artıq, çünki belə olan halda rəqəmlər təkrarlanır. Mən burada aralara 2-ni də əlavə etsəm, deməli 329, 428 və 527 alıram. Bir də bu qiymətlərin tərsi var. Yəni 923, 824 və 725. Ümumilikdə cəmi bütün bunlar hamısı mənə 6 dənə qiyməti verir. Demək ki, bu şərti ödəyən 6 dənə natural qiymət var ki, rəqəmləri cəmi 14 olub 9-a bölündükdə bizə qalığı 5 verə bilir. Keçək 22-ci suala. Deyir, 1 tam 4-də 3 kəsirinin hansı hissəsi 12-də 7-yə bərabər olar? İstənilən bir qiymətin hansısa hissəsini tapmaq istəyiriksə, onda həmin qiyməti deyilən hissəyə vururuq. Yəni, mən 1 tam 4-də 3-ün hansı hissəsi olduğunu bilmirəm. Yəni, x hissə naməlumdur. X-ə vurduqda mənə verməlidir 12-də 7. Mən indi buradan x-i tapmaq istədikdə bəs nə edirəm? 12-də 7-ni bölürəm 1 tam 4-də 3-ə və adi formada bölmə əməlimi yerinə yetirirəm. Deməli, vuraq. Düzgün olmayan kəsirə çevirsək, bura verir bizə 4-də 7-ni. Amma bölmədə bilirik nə edirik? Tərsinə fırlayırıq. Onda yuxarı 4, aşağıda 7 düşür və 7-lər ixtisar getdikdə qalır bizdə 12-də 4, o da bərabərdir 3-də 1 kəsirinə, yəni A variantına. Keçək 23-cü suala. Tənasübdən x-i tapaq deyir. Tənasübdə bilirik ki, iki kənardakıların hasili ortadakıların hasilinə bərabərdir. Yəni 2 tam 5-də 2-ni biz vursaq 3-də 1-ə bərabər olmalıdır x-in 1 tam onda 6 ilə hasilinə. Düzgün olmayan kəsirə çevirsək 5-də 12 vuraq 3-də 1 bərabərdir x vuraq 1 tam onda 6. 3-dən 12 ixtisar getdi. Qaldı burada 5-də 4 bərabərdir. X vuraq 1 tam onda 6. X-i necə tapırıq? 5-də 4-ü bölməliyəm. Onda 1 tam onda 6-ya bunu da elə düzgün olmayan kəsir formasında yazıram. Və yenə mən burada
Bilirəm ki, necə etməliyəm. 5-də 4 olduğu kimi qalır. Bunu vurmalıyam. 16-da 10-a. 5 ilə 10 ixtisar gedir 2. 16 ilə də 4 ixtisar gedir. Qalır burada 4. Və 4-də 2 də mənə uyğun olaraq 2-də 1 qiymətini verir. Bu da verir mənə B variantını. Gəldik 24-cü sualımıza. Bu sualda deməli, əvvəlcə hər birinin vergüllərini çəkmək üsulu ilə gedirəm. Yəni siz açıq formada yazı da bilərsiniz. Misal üçün, açıq forma dedikdə nə nəzərdə tuturam? Tutaq ki, %95, 10-da 6 yazıb, 2 yuxarıdakıları 1, aradakıları da 1 də götürə bilərsiniz. Amma mən burada aşağını da yuxarını da 100-ə vurma üsulu ilə gedəcəm. 100-ə vurma üsulu ilə getdikdə, elə qabağından yazıram. Mötərizədə alıram 95 bölək 60. Çıxaq 80-də 125 və üzərinə əlavə edək. 10, 6-da 13 və bunu da bölməliyəm 1,25-ə. Bərabərdir. Deməli, biz burada bunları ixtisar aparsaq, 60-da 95-i ixtisar aparıram 5-ə. 12-də 9, 19. Çıxaq. 16-da 25 burada qalır. 5-ə ixtisar apardım və 16-da 13-də olduğu kimi saxlayıram. Bölək 1,25-ə bərabərdir. Mən burada mötərizənin içini hesabladıqda 12 ilə 16-ya ortaq məxrəc götürürəm 48. Üçünə ortaq məxrəci 48 qəbul etdim. 48-i 12-yə bölüb 19-a vurduqda verir mənə 76. Çıxaq. 48-i 16-ya bölüb 25-ə vurduqda verir mənə 75. 75 və üzərinə əlavə edirəm 39-u yenə ortaq məxrəc qaydasına görə. Bərabərdir. Mötərizənin içindəki qiymət verir mənə 48-də 40 qiymətini və bunu bölməliyəm. Adi kəsir formasında yazsam 100-də 125-ə. Və burada da mən yenə kəsirimi tərsinə çevirsəm 48-də 40 vurulsun 125'də 100. Bunlar ixtisar gedir. Burada qalır 4, burada qalır 5 və 40 ilə də 48 ixtisar getdikdə burada yenə qalır 5, burada qalır 8 ixtisar aparıram. Verir mənə 6-nı. 5-lər də getdi, qaldı məndə 6-da 4. Və 6-da 4-ü də mən 2-yə ixtisar apardıqda verir mənə 3-də 2 qiymətini. Bu da C variantındadır. 25-ci sualımıza gəlirik. Deyir, aşağıdakılardan hansı 12-də 7 ilə 8-də 5 arasında yerləşmir? Burada yoldaşlar bir-bir hamısını variant yoxlayacağıq. Variant yoxladıqda da gəlirəm elə A variantına. Burada məxrəcə baxıram. 12, 8 və 18 üçün. Üçünə də ortaq məxrəci düşünürəm. Bu da verir mənə A variantı üçün 72-ni. 10-da, 18-də 11-i mən məxrəci 72 olan kəsr şəklində göstərmək istədikdə alıram 72-də 44 qiymətini. Bəs 12-də 7-ni nə alıram? Məxrəci 72 olsun deyə 6-ya vururuq, alırıq 42 və 8-də 5-i də biz çevirdikdə məxrəci 72 olan kəsrə alırıq 45-i. Baxın, məxrəclər eynidir, artıq məxrəcən işim yoxdur. Baxıram yuxarı. 7 döndü oldu 42, 5 oldu 45. 44, 42 ilə 45 arasındadırmı? Bəli. Demək ki, A elə bu ikisi arasında yerləşir. A-dan işim getdi. Baxıram B variantına. B variantında verib mənə 32-də 19. Yenə bunlar üçün ortaq məxrəc düşünürəm. 32, 12 və 8 üçün. 32-də 19 kəsri ortaq məxrəci götürürük biz burada 96. Bu zaman 19 dönür olur 57. 12-də 7 kəsrin məxrəci 96 olan kəsir formasında götürürük biz 56 və 8-də 5 kəsri də məxrəci 96 olan kəsir formasında olur 60. Baxıram yenə də 57, 56 ilə 60 arasındadırmı? Bəli. Demək ki, B variantında da yerləşir. Məndən nə istəyir? Bəs yerləşməyəni. C variantına baxıram. C variantı da yerləşir. Deməli, mən baxıram 12-də 7 ilə 8-də 5 arasında. 12-də 12, 8 və 48 üçün ortaq məxrəci 48 götürsək. Deməli,
48-də 29-u bura qeyd etdim. 12-də 7 kəsri məxrəci 48 olan kəsr formasında olduqda olur 48-də 28. 8-də 5 kəsri də yenə ortaq məxrəc etdikdə 48-ə verir bizə 30-u və həqiqətən də 29, 28 ilə 30-un arasında yerləşir. Yəni C variantı da yerləşdi. İlk üç dənə yerləşir, amma D variantı bu ikisi arasında yerləşmir. Ona görə düzgün cavab D variantı. 26-cı sualda mənə deyir ki, hansı sinifdəki rəqəmlərin cəmi ən böyükdür? Əvvəlcə bunları sinif-sinif ayırıram. Sinif-sinif ayırdıqda 4-ün, 1-in, 5-in cəmi verir bizə 10. Burada verir rəqəm cəmi 6, burada verir 12 və burada da verir 17. Mən baxıram 10, 6, 12, 17. Bunlardan ən böyük cəm harda alındı? 17-də. Və 17 hansı sinifdir? Təkliklər sinifi. Təkliklər, minliklər, milyonluqlar, milyardlıqlar sinifi bu şəkildə davam edir. Bizdə ən böyük cəm təkliklər sinifində alınmış oldu. Ona görə düzgün cavabımız A bəndi. Keçək 27-ci suala. Davam edirik 27 nömrəli sualımızla. Deməli, mənə burada müəyyən bir qiyməti veribdir və məndən digər ifadənin qiymətini soruşur. Burada mən baxıram ki, 2m 2,5m. Amma məndən nəyi soruşur? 8m 10m. Mən baxıram ki, buradan ortaq olaraq, vuruq olaraq nəyi çıxarda bilərəm? 4-ü. Hər iki tərəfdən 4-ü mötərizənin xaricinə çıxardıram. Qalır mötərizə içərisində 2m çıxılsın 2,5m. Həqiqətən də mötərizəni açsam yenə mənə 8m 10m ifadəsini verir. Aşağıda isə 8 olduğu kimi saxlayıram. Və yoldaşlar, burada mənə deyir ki, bu qiymətimin nəyə bərabər olduğunu göstərir 6-ya. Deməli, 4 vuraq 6 bölək 8 elə mənim ifadəmin cavabı olacaq. Bu da verir mənə 24 bölək 8, yəni 3 qiymətini. Keçək 28-ci suala. Bir sinifdəki şagirdlərin 30%-i oğlandır və bu oğlanların 3-dən ikisi şahmatı sevir. 30% oğlanlardırsa məndə 30%-in 3-dən ikisini tapıram ki, mənə nəyi verir? 20%-i. Deməli, oğlanların 20%-i şahmatı sevir, ümumi sinifdəki oğlanların. Bəs ümumi sinifimdə mənim 30% oğlandırsa, qızlarım üçün neçə faiz qalır? 70% mənim demək ki, qızlarımdır. Həmin o 70%-ində 5-dən ikisi, qızların 5-dən ikisi şahmatı sevir. Və bu da verir mənə 5-də 2, 28%. Demək ki, ümumi sinifin 20%-i oğlanlar şahmatı sevənlərdir. Ümumi sinifdəki uşaqlardan da 28% şahmatı sevən qızlardır. Və bunların cəmi mənə nə verir? 48%. Keçirik 29-cu suala. 29-cu sualda mənə deyir ki, bu ədədi bu kəsirlərin hər birinə biz bölə bilək. Hər birinə bölə bilirəmsə, mən bilirəm ki, K-nı böldükdə 3-də 8-ə bu hansı formaya düşür? K vuraq 8-də 3, düzdürmü? Eyni şəkildə K-nı bölsəm mən 5-də 12-yə, kəsir tərsinə fırlanır, K vurulsun, 5 bölək 12 alınır və həmçinin K-nı mən bölsəm 7-də 15-ə bərabər olur nə? K vuraq 7 bölək 15. İndi mən burada nəyə fikir verirəm? Buradan natural ədəd çıxmalıdır. Yəni mənim həmin bu K-m 8-ə, 12-yə və 15-ə tam bölünməlidir ki, çünki üstündəki 3, 5, 7 artıq elə bir önəm daşımır onlarda. İxtisara falan getmir. Yəni K elə bir qiymət olmalıdır ki, mən onu 3-ə vursam belə 8-ə bölünsün. Yəni 8-ə bölünən, 12-yə bölünən və 15-ə bölünən bir qiymət lazımdır. Buradan da biz belə olan halda əkyob tapırıq. 8, 12 və 15 üçün əkyobu tapırıq. Əkyob da bizə verir nəyi? 120 qiymətini. Yəni mən K-nın yerinə 120 qoyduqda bunların hər biri mənə natural qiyməti qaytarır. Və bu K-nın məndən rəqəmlər cəmini istəyir. 1, 2 və 0-ın cəmini. Bu da mənə qaytarır nəyi? 3 qiymətini, yəni A-nı. 30-cu sualla davam edirik. Deyir ki, iki şəhər arası məsafə 12 sm-dir. Mənə miqyası veribdir, həqiqi ölçünü soruşur. Belə olan halda mən əvvəlcə həmin bu 12-ni vururam mənə verilən miqyasın miqdarına.
Və bunu vurduqda tapırıq hansı qiyməti? Bu qiymətimi. Deməli, 12-ni 15-ə vuranda 180 və dalınca 5 dənə sıfırı da olduğu kimi əlavə edirik. İndi bu mənə santimetrlədir. Çünki mən bunu nəyə vurmuşam? 12 santimetrə vurmuşam. Məndən nə istəyir bəs? Kilometrlə. Kilometrlə istəyirsə mən bunu çevirməliyəm santimetrdən kilometrə. 2 dənə sıfırı mən buradan ixtisara aparsam, yəni 100-ə bölsəm alıram metrlə və metrdən kilometrə də bilirəm ki, 3 dənə sıfır keçməliyəm. Bu da verir mənə 180 kilometr qiymətini. Yəni burada elə bir şey etmədim, sadəcə santimetrdən kilometrə çevirmiş oldum 5 dənə sıfırımla. Keçdik 31-ci suala. Deyir 205 ədədini 1,3-də 2 və 1,4-də 3 ədədləri ilə düz mütənasib hissələr ayır. Yəni 1,3-də 2x üzərinə əlavə edək 1,4-də 3x bərabər olsun mənə 205 qiymətinə. Burada düzgün olmayan kəsr formasında elə mən bunlara baxsam, deməli 3-də 5x üstə gələk 4-də 7x bərabərdir 205-ə. Ortaq məxrəc 12 və burada verir mənə 20x. Üzərinə əlavə edək. Deməli, nəyə vurmalıyıq? 12, 3, 21-ə. Düzmü vurdum? Deməli, 2 saniyə nəyi gözdən qaçırdım? 2 saniyə, deməli. Tabii yüngülvari bir hesab səhv etdik, onu düzəldək. Deməli, buranı icra etdikdə bu hesablamanı 2 tam verir məndə 3-dür. 2 tam 3 ilə 4-ü ortaq məxrəci götürürük 12. Yuxarıda alınır 17 x və mən bunu düzgün olmayan kəsrə də çevirdikdə, verir mənə deməli 24x üstə gələk 17x bölək 12. Yəni düzgün olmayan kəsr formasında çevirdim. Verməlidir mənə 205 qiymətini. Topladıqda bura verir mənə 41x bərabərdir. Elə 12-ni də 205-in yanında yazıram. 205 vuraq 12. X-in buradan nə çıxır? Elə buradaca 41 ilə 205-i mən ixtisar aparıram, tapıram 5. 5-i də 12-yə vurduqda verir bizə 60 qiymətini. Deməli, mənim x-im nəyə bərabərdir? 60-a. İndi məndən bu 60-ı, bu mənim bir payımdır. Deyir ki, bu hissələr arasındakı fərqi tapaq. Mənim x-im 60-dır. Bu hissələr arasındakı fərq nəyə bərabərdir bəs? 1 tam 3-də 2-dən çıxıram 1 tam 4-də 3-ü. Və bu da mənə verir. Deməli, bir tamalar zaten gedir. 4-də 3 ilə 3-də 2-yə ortaq məxrəci götürürük 12. 12-ni 3-ə vurduq. 3-ə böldük. 4, 4-ü 2-yə vurduq. Yuxarıda alındı 8 çıxaq. Neçə? Deməli, 12-ni böldüm 4-ə. Bu da verdi mənə deməli. Nəyi gözdən qaçırdıq? Yüngülvari yenə bir hesab səhvi getdi. Bircə saniyə. Bu hissələr arasındakı məndən fərqi soruşur. 3-də 2-dən 4-də 3-ü çıxmalıyam. Deməli, tamları da çıxdıqda verir mənə 12-də 1. 12-də 1. Deməli, ikisinin fərqi mənə nə verir? 12-də 1. Mən indi bu 12-də 1-i vurmalıyam 60-a ki, ikisi arasındakı fərqin qiymətlə payını tapım. 12-də 1-i də vurduqda 60-a verir bizə qiyməti 5 olaraq, yəni A variantında. Daha sonra keçək növbəti suala, 32-ci suala. Burada A ilə B-nin qarşılıqlı sadə olduğunu soruşur. Elə mən bu şəkildə yazıram. A bölək B qabağındakı kəsri də düzgün olan formada, yəni adi onluq kəsr formasında yazıram. 1000-də 888 və mən burada bunları 4-ə ixtisar aparsam, A bölək B-ni olduğu kimi saxlayıram. Qiymətimi ixtisar aparıram 4-ə. Yuxarıda alınır 222, aşağıda alınır 250. Baxıram sadə ədədlərimi hələ yox, bir dəfə də ixtisar aparıram 2-yə. A bölək B bərabərdir 125-də 111 alıram. Baxıram ki, indi A ilə B qarşılıqlı sadədirmi? Bəli, artıq şərt ödəndi. A-nın yerində 111-i, B-nin yerində 125-i götürürəm və 125-dən çıxıram 111-i, tapıram 14 qiymətini.
Keçək 33-cü suala. Deyir perimetri 102 santimetr olan düzbucaqlının eni uzunluğunun 12'də 5 hissəsidir. Yəni birini 5x götürürəm, 5 pay, o birini isə 12 pay götürürəm. 12x götürürəm və perimetr düsturu necədir bilirik ki, perimetr bərabərdir A üzərinə B vurulsun 2-yə. Yəni bu qiymətlər cəmini mən bir də 2-yə vurmalıyam ki, perimetri 102 tapım. Burada 5x-lə 12x-i toplayıram, verir mənə 17x bərabərdir. 102-ni də elə 2-yə bölürəm, birbaşa verir mənə 51. X-i mənə tapdım 3. Deməli mənim x-im 3-dür. Məndən nə istəyir? Sahəsini. Sahəsini tapmazdan öncə 5x-lə 12x-in qiymətlərini tapaq. 5-i də vururam 3-ə, verir mənə 15. Deməli bir tərəfim 15-dir. 12-ni də vururam 3-ə, verir mənə deməli 36-nı. Deməli mənim digər tərəfim də 36-dır. Bu düzbucaqlının bir tərəfi 15, bir tərəfi 36-dır. Bəs düzbucaqlının düsturu necədir? S bərabərdir A vurulsun B. Yəni 15-i vurmalıyam 36-ya. Bu da verir mənə 540 qiymətini. Keçirik 34-cü suala. Mənə deyir ki, əkobu 54, əbobu 1 olan qiymətlər tapaq. Əgər əbobu 1-dirsə, demək ki, bu qiymətlər qarşılıqlı sadə olmalıdır. Yəni, ortaq bölənləri olmamalıdır. Mən də buna uyğun düşünürəm ki, əkobda bəs necə olurdu? Birində olan sadə vuruqların hamısını yazırdıq. Hansılar çatışmırdırsa, digərindən əlavə edib hasil tapırdıq. Buna uyğun indi mən baxıram ki, məndə hansı qiymətlər ola bilər? Yəni 2 dənə qiymətin hasili kimi düşünürəm. Çünki əgər əbob 1-dirsə, demək ki, əkob tapmaq üçün elə A-nı B-yə vurmuşuq. Və yaxud da bunu belə baxa bilərsiniz ki, bizim bir düsturumuz da var. Yəni düstur formasında əzbər də bilə bilərsiniz. Əkob vurulsun əbob bizdə həmişə A vuraq B-nin hasilidir. Əgər indi məndə burada 1, burada 54-dürsə, demək ki, elə AB hasildə mənə verməlidir 54 qiymətini. İndi qiyməti 54 olan mən 2 qiymət düşünməliyəm. Hasilləri 54 olan 2 dənə qiymət düşünməliyəm və ortaq bölənləri də olmamalıdır. Buna uyğun düşünürəm ki, hansı qiymətlər ola bilər? Tutaq ki, 54 ilə 1 ola bilərmi? Bəli, ola bilər, amma başqa daha xırda qiymət varmı onu düşünək. Başqa daha xırda nə ola bilər? 2 ilə 27. Həqiqətən də 2-ni 27-yə vursaq 54 verir. Qarşılıqlı sadədirlərmi? Bəli, 2 ilə 27 qarşılıqlı sadədir. Əkobunu hesabladıqda 54, əbobunu hesabladıqda isə 1 çıxır bu iki qiymətimiz üçün. Bəs bundan da daha xırda varmı? Misal üçün 54-ü biz 3-ə bölsək misal üçün nə verir bizə? 54-ü 3-ə böldükdə ə, deməli 1 və 18 verir. Amma burada şərt pozuldu. Niyə? Bu ikisi üçün əbob 1 yox 3 çıxmış olur. Ona görə bu pozuldu. Bu şərt pozuldu. 54 başqa hansısa qiymətə bölünürmü? Yəni başqa xırda qiymətə bölə bilmirik. Demək ki, elə bizim ən düzgün cavabımız 2 ilə 27-dir. Qiymətlərimizin biri 2, biri isə 27. Bunların məndən nəyini istəyir? Cəmini. 2 ilə 27-nin cəmi də verir mənə 29 qiymətini. 55 artıq burada daha böyük olmuş olur. 54 ilə 1 üçün ödənir. Çünki orada şərt. 35-ci sualına davam edirik. Deyir %25 ədədinin 25% neçədir? Ümumiyyətcə 25%, yəni 100%-dən 25% istəyir. İxtisar aparsam, yəni 4-dən birini istəyir məndən. Hansı qiymətin 0,25-in 4-dən birini istəyir? Yəni mən %25-i vurmalıyam 4-də 1-ə. Elə bunları da ixtisar aparsaq verir 4-də 1, 4-də 1-i də 4-də 1-ə vurduqda verir mənə 16-da 1. İndi mən bunu onluq kəsir formasında yazmalıyam. Onluq kəsir formada yazdıqda da 1-i bölürəm 16-ya. 0 atdım, bura düşdü 0, 10. 10 16-ya bölünür, yox, bir dənə də 0 atıram. Verir məndən 100. 100-ü bölürəm indi 16-ya verir mənə 6. Verdi burada mənə 96-nı, qayıtdı 4 çıxdı. Yanına 0 atdım 40. Verdi mənə 2 dəfə 32 və burada qaldı 8. Yanına 0 verdi mənə 5 və qalıq qalmır. Artıq bölməm yekunlaşdı. Yəni mənim qiymətim bu olmalıdır. Bu da hardadır? A variantında. 36-cı suala davam edirik. Deyir ki, A-nın B-yə nisbəti 5-in 8-ə, B-nin C-yə nisbəti isə 6-nın 7-yə uyğun olmalıdır. Mən burada B-nin birinin qabağında 8, birinin qabağında 6 gördüm. Özüm üçün onları uyğunlaşdırmaq üçün deyirəm ki, gəl B olsun 24. Burada kənarda yazaq. A bölək B bərabər 5 bölək 8
B bölək C bərabər 6 bölək 7. Mən burada B-nin yerinə hər ikisində 24 düşünürəm. 8-dən 6-nı nəzərə alaraq. Əgər ki bu 24, qabağında da 8 varsa, 24 ilə 8 neçə dəfə fərqlənir? 3 dəfə. Onda 5 ilə A-nı da 3 dəfə fərqləndirib A üçün 15 qiymətini almış oluram da hardasa təxmin olaraq. Daha sonra B-yə əgər mən 24 qoymuşamsa və bu tərəfdə də nə var? 6. Neçə dəfə fərqlənir bir-birindən? 4 dəfə. Onda 7 ilə C-ni də 4 dəfə fərqləndirib 28-i tapmış oluram. İndi mən baxıram ki, yəni A 15 pay, B 24 pay, C 28 pay olmalıdır. Yəni A-nın yerinə mən 15 dənə X, B-nin yerinə 24 dənə X, C-nin də yerinə 28 dənə X yazdıqda mənə 201 qiymətini qaytarmalıdır. Pay olaraq, nisbət olaraq. Mən burada 15-i, 24-ü və 28-i toplayıram. Topladıqda verir mənə nə? Deməli, 15-i, 24-ü və 28-i verir bizə 67-ni. Deməli 67 x-in bərabər olmalıdır nəyə? 201-ə. Onda x-imə buradan nə düşür? 3. Deməli x-imin payı nə imiş? 3 imiş. İndi mən a-ya bayaq nə yazmışdım? 15 düzdürmü? 15-in yanında da x var. Onda deməli mən a-nı tapmaq üçün 15-i vururam 3-ə. 15'i vurdum 3'e tapdım 45. B'ni tapmaq üçün 24'ü vururam 3'e. Və bunu vurduqda nə verir bizə? 72-ni və C'ni tapmaq üçün də 28-i vururam 3'e. Bu da verir mənə 84. Həqiqətən də bu üçünün cəmi bizə 201'i verirmi? Bəli. Demək ki, qiymətləri düzgün tapmışam. Və belə olan halda da A üçün 45 olduğunu görmüş oluruq. 37-ci sualda deyir ədədi ortası 22 olan 5 ədədə hansı ədədi əlavə etsək bu 6 ədədin ədədi ortası 28 olar. 5 dənə ədədin ədədi ortası 22-dirsə onların cəmi nədir? 22-ni vururam 5-ə. Çünki ədədi orta bilirik nədir? Toplayıb sayına bölməkdir. Verir mənə 110 qiymətini. 6 ədəd olduqda isə həmin o 28-i vurmalıyam 6-ya. Verir mənə 168 qiymətini. 5 dənəsinin cəmi 110-dur. 6-cısının cəmini də əlavə etdikdə 168 olur. Onda 6-cı qiymətim nədir? 168-dən çıxırıq 110-u və tapırıq 58 qiymətini. Demək ki, bizim sonuncu qiymətimiz olur 58. 38-ci sualda deyir ki, tam 2-də 1-ə qarşılıqlı tərs olar. Bunu düzgün olmayan kəsr formada yazsaq 2-də 5 verir. Tərs nədir? Yəni hasilini 1 kimi götürə bilərik. Bunun da tərsi nədir? Verir bizə 5-də 2-ni, amma baxıram variantlarda onluq kəsir şəklindədir. Bu 5-dən 2-ni də mən onluq kəsir kimi yazdıqda tapıram 10-da 4 qiymətini, yəni B variantını. Keçirik 39-cu suala. Burada baxırıq ki, n-in yerinə elə qiymət yazmalıyıq ki, bunların cəmi 1 tamdan böyük olsun. Əvvəlcə 12 ilə 15 üçün ortaq məxrəc tapıram. Tapıram 60-ı. 60-ı 12-yə bölsək verir bizə 5. 5-i yazırıq n-in yanına 5-in. Üzərinə əlavə edirik nəyi? 60-ı 15-ə böldük 4. 4-ü də n-in yerinə yazdıqda 4, n-in yanına yazdıqda 4n. Böyük olmalıdır 1-dən. Aldıq bu tərəfdə 9n böyükdür nədən? 60-ı vururuq 1-ə 60. Deməli, mən n-in yerinə elə qiymətlər yazmalıyam ki, 9 ilə hasili 60-dan böyük olsun. Bunun üçün də ən kiçik qiymətim hansı olmuş olur? 7. 9 dəfə 7 verir bizə 63 qiymətini. Digərləri isə şərti pozur. 5 və 6 kiçik olur, 8 isə daha böyükdür. Yəni 7 olan yerdə artıq 8-ə ehtiyac qalmır. 40-cı sualda qonşu bucaqların dərəcə ölçülərinin nisbətini verib bizə və kiçik bucağı soruşur. Biz bilirik ki, qonşu bucaqların qiymətinin cəmi bizə nə verməlidir? 180. Yəni, mən 1,5x ilə 3,5x-i topladıqda verməlidir bizə 180 qiymətini. Buradan x-im olur 5x bərabərdir 180 və x-imə düşür nə? 180-i mən 5-ə bölürəm. Bu da verir mənə 36 qiymətini. Məndən kiçik bucaq, yəni 1,5-i soruşur. 1,5-i də vururuq 36-ya və bu da bizə qaytarır 54 qiymətini.
Keçək 41-ci suala. Deyir, mavi xanada olanların qiymətləri cəmi ilə yaşıl hissələrdə olan qiymətlərin cəmi bir-birinə bərabər olmalıdır. Gəlin əvvəlcə mavidə olanları toplayaq. 1 üstü 10 üstünə əlavə etməliyik. 6 üstü 2-ni, yəni kvadratını. Üzərinə 5 üstü 1, üzərinə 2 üstü 3. 1 üstü 10 ilə 1-i qaytarır. 6-nın kvadratı 36-nı, 5 üstü 1 5-i və üzərinə də 2 üstü 3, yəni 8-i. Bunları topladıqda verir bizə 50 qiymətini. Demək ki, qiymətin cəmi 50 olmalıdır. İndi keçirəm digər hissəyə, yəni yaşıllara. 2 üstü 3, üzərinə 4 üstü 2, üstə gələk 1 üstü 12. Deməli, buradan 2 üstü 3 qaytarır bizə 8-i, 4 üstü 2 16-nı və üzərinə də 1 əlavə edirik. Bunları hesabladıqda verir bizə 25 qiymətini. Deməli, buradakı xanada elə bir qiymət yerləşməlidir ki, mənə 25 versin və toplayıb mən 50 qiymətini tapa bilim. Mən də baxıram variantlarıma, 25 hansı variantdan çıxır? B variantında. 5-in kvadratı bizə 25-i verir. Keçirik 42-ci suala. İki natural ədədin hasili natural bölənlərinin sayı 8 olan ən kiçik natural ədədə bərabərdir. Buna uyğun olaraq iki natural ədədin cəmi neçə müxtəlif qiymət alar deyə soruşur. Yoldaşlar, deməli, bu sualda belə düşünürük. İki natural ədədin əgər ki bölənlərinin sayını soruşursa, əvvəlcə biz nəzərə alaq. Bölənlərin sayı necə tapılırdı? Neçə dənə müxtəlif varsa onların sayını bir vahid artırırdıq və bir-birlərinə vururduq. İndi əgər məndə bölən sayı 8-dirsə ehtimalları bir-bir düşünək. Düşünə bilərəm ki, 7 dənə eyni qiymət var məndə. 7 dənə eyni qiymət var ki, üzərinə də 1 əlavə edirəm, tapıram 8-i. Başqa necə ola bilər? Mən 8-i necə ala bilərəm? 4 ilə 2-nin hasili kimi ala bilərəm. Belə olan halda da hansısa bir qiymətimdən 3 dənə, digər qiymətimdən də 1 dənə olmalıdır. Yəni 3 dənə olduqda bir vahid artırmalıyam 4 olsun. Bir dənə olduqda da bir vahid artırmalıyam ki 2 olsun və hasilləri mənə 8-i qaytarsın. Natural bölənlərin sayını 8 tapa bilim. Bəs başqa necə ala bilərəm mən 8-i? Bir də 3 dənə 2-lərin hasili kimi görə bilərəm 8-i. Belə olan halda deməli hər bir qiymətdən bir dənə olduqda həmin şərt ödənir. 3 dənə fərqli qiymət olmalıdır. Hərəsindən bir dənə olmalıdır ki, mən onların sayını bir vahid artırıb bir-birinə vurduqda natural bölənlərin sayını 8 tapa bilim. İndi buna uyğun olaraq iki natural ədədin cəmini baxaq görək. Neçə müxtəlif biz qiymət ala bilərik bunlar üçün? Mən burada baxıram ki, mənim üçün ən sərfi olan üsul hansıdır? Deməli, 7 dənə olsa, hansısa bir qiymətdən 7 dənə olsa, bu zaman çox böyük bir şey alır. Ona görə 7 şərti pozdu. Götürə bilmirik. 4 ilə 2 olduqda, yəni hansısa bir qiymətdən 3 dənə, bir dənə qiymətdən də bir dənə olduqda, bu bilinlər sayın. Ən kiçiyi tapmaq istəyirik çünki biz burada. Düşünürəm misal üçün, məndə 2-dən 3 dənə məndə 2 olsun. 3 dənə məndə 2 olarsa 2 üstü 3. Bir dənə də düşünürəm ki 3 olsun əlimdə. 3 dənə 2 verir mənə nəyi? 8-i. 8-i də vururam 3-ə, verir mənə 24. Başqa nə formada ola bilər? Bir də mən baxıram ki, burada qiymətlərin yerinə tutaq ki, bir dənə 2 qoya bilərəm, bir dənə 3 qoya bilərəm, bir dənə 4 qoya bilərəm. Hərəsindən 4 yox, üzr istəyirəm, 5 çünki 4 mürəkkəbdir axı. Bunların da hasili mənə nə verə bilər? 30-u. Ən kiçik şərt harda alındı? 24-də. Yəni burada başqa bir hal yoxdur ki, mən 3 dənə müxtəlif qiymət götürüm, hasilləri mənə 30-dan daha kiçik bir şey versin və yaxud da 24-dən kiçik bir şey versin. Yoxdur. Deməli, mən hansı şərti götürəcəm? Onda bu şərti götürəcəm ki, 3 dənə məndə 2 var, bir dənə də 3 var. Bunları bir-birinə vurduqda 24 alır və həqiqətən də 24-ün 8 dənə natural böləni var. İndi mənə yəni elə qiymətlər lazımdır ki, 2 dənə natural ədəd elə olmalıdır ki, hasilləri mənə 24 versin. Bu da hansı halda ola bilər? 1 24, 2 12, 3 8 və 4 ilə 6 qiymətlərində ola bilər. Ümumilikdə bizə 4 dənə müxtəlif hal vermiş olur. Yəni burada topladıqda verir bizə 25-i, 14-ü, 11-i və 10-u. Yəni 4 müxtəlif biz cəm ala bilərik bu qiymətlər üçün. Keçirik 43-cü suala. Deyir, Musanın cibindəki pulun 3-dən 2-si qədər daha pulu olsaydı, 212 32 manatlıq dəst geyimi almaq üçün
72 manat pulu çatmazdı. Baxın, Musanın nə qədər pul olduğunu bilmirəm əvvəlcə. Götürürəm x. Deyir, həmin bu x-in 3-dən 2-si qədər də pulu olsaydı, əlavə etsəydik, yəni 3-dən 2 qədər də pul əlavə etsəydik, 232 manatlıq dəst geyimi almaq üçün 72 manata çatmazdı. Yəni hələ bir bunun da üzərinə 72 manat əlavə etməliydik ki, onun pulu 232 manatlıq dəstə çatsın. Tənliyimizi qurduq. Deyilən pulun üzərinə 3-dən 2-sini əlavə edirik. Əlavə etdiyimiz halda belə 72 manat daha əlavə lazımdır ki, pulumuz 232 manata çatsın. İndi isə bu tənliyi həll edirik. Aşağıda alınır deməli 3, yuxarıda alınır 5x bərabərdir. 232-dən də 72-ni elə tənliyin digər tərəfinə keçirdib çıxdıqda tapırıq 160-ı. 5x-imiz bərabərdir 160 bölünsün. Deməli, 160 vuraq 3-ə. X-imizə nə düşür? 160 vuraq 3 bölək 5. Və buradan da x-i hesabladıqda tapırıq 96 manat. X-imiz də bizim nəyimiz idi? İlkin pulumuzun məbləği. Demək ki, onun ilkin olaraq 96 manat pulu var imiş. Keçirik 44-cü suala. 44-cü sualda əvvəlcə dediyi qiymətləri biz qeyd edirik. Əvvəlcə mən baxıram. Deməli, bunu biraz kiçildək, səliqəli formada yerləşdirək. Mən baxıram muncuqlarımın sayına. Muncuqlarım əvvəlcə neçə dənədir? Bunları qeyd edirəm. 2, 3, 0, 5, daha sonra deməli 6, 1, 2, 2, 0, 3, 4 və 1. Bu mənim hal-hazırda olan vəziyyətimdir. Muncuqlarımın sayıdır. İndi isə mənə deyir ki, buradakı muncuqların bəzilərinin yerləri dəyişdikdə yeni alınan ədəd əvvəlkindən neçə vahid böyük olar. İndi deyək, baxaq görək nə istəyir məndən. Deyir 10 milyonluq mərtəbəsindəki 2 muncuğu götürsək. Gəlin 10 milyonluğu tapaq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, milyonluq və 10 milyonluq. 10 milyonluq hara düşdü? 6 qiymətinə. Deyir, buradakı 2 dənə muncuğu götürüb 10 minliklər mərtəbəsinə qoyaq. 10 minliklər hara düşür bəs? Təklik, onluq, yüzlük, minlik, 10 minlik düşdü hara? 2-yə. 6 dənəsindən ikisini götürürəm. Qalır burada 4. İkisini götürüb bu birinin üstünə əlavə edirəm. Bu ikinin üstünə əlavə etdikdə alınır burada da 4. Daha sonra nə deyir? 100 milyonluqları mərtəbəsindən bir muncuğu götürüb milyardlıqlar mərtəbəsinə qoyaq. Yenə sayırıq deməli. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, milyonluq, 10 milyonluq və 100 milyonluq. Yəni 5-dən, mən 5-dən bir muncuğu götürüb, 100 milyonluqdan götürüb, əlavə edirəm milyardlığa, yəni buradakı sıfıra. Onda nə alınır? Burada 1 alınır, burada da 4 alınır. Digər qiymətlərim isə olduğu kimi qalır, olduğu kimi qeyd edirəm onları yerinə. Və bu ikisinin məndən fərqini istəyir. Bu ikisinin fərqi də verir mənə deməli burada 0, 0, 0, 0 verdi 2-ni, yenə düşdü 0, 0. 4-dən 6 çıxanda 8, burada qaldı 13, 13-dən 5 çıxanda 8 və geri qalan hissəsi də yenə mənə sıfırları verir. Demək ki, fərqimiz elə budur. Bu da B variantında yerləşir. Keçirik 45-ci suala. Deyir A və B müxtəlif cüt rəqəmlər. C, D, Y isə müxtəlif tək rəqəmlərdir. Bu rəqəmlərdən düzələn ən böyük 5 rəqəmli cüt ədədin özünün rəqəmlərinin cəmindən nə qədər böyük olduğunu soruşur. Mən baxıram ki, müxtəlif tək rəqəmlər ən böyük deyirsə, ən böyük təkləri düşünürəm elə. Bu 3 dənə ən böyük təklərim hansı ola bilər? 9, 7, 5 ola bilər. Ən böyük cütlər hansı ola bilər bəs? 8 ilə 6 ola bilər. İndi bunları elə yerləşdirməliyəm ki, mümkün qədər mənə cəmi böyük ədədi böyük versin. Onda 9-u qoydum. 9-dan sonra əlimdə böyük nə var mənim? 8, sonra 7, sonra isə 5 ilə 6 gəlir. Amma mən 6 ilə 5 yazsam ardıcıl olaraq tək olacaq. Mənə cüt lazımdır. Ona görə
5 daha sonra altını qeyd edirəm ki, məndə cüt alınsın və böyük alınsın. Və bunların rəqəm cəmi 9, 8, 7, 5, 6-nın rəqəm cəmləri isə verir mənə deməli 35 qiymətini. Bu qiymətdən deməli mən rəqəm cəmi olaraq 35-ə çıxmalıyam və çıxdıqda alıram 98.721 qiymətini. Bu da hardadır? C variantında. Keçək 46-cı suala. 46-cı sualda 4 rəqəmli bir ədədimiz var. Həmin bu 4 rəqəmli ədəd 6-ya bölünür. A-nın ala biləcəyi müxtəlif qiymətləri soruşur. Bunu tapmaq üçün yoldaşlar, ən böyük və ən kiçikləri düşünürük. Ən kiçik 6-ya bölünən 4 rəqəmli qiymətimiz hansıdır? Bir-bir yoxlayırıq. Misal üçün 1000 qoyduqda 1000 bölünmür, 1001 bölünürmü? Xeyr, amma 1002 bölünür. Deməli, mən burada ən kiçik 6-ya bölündükdə 3 rəqəmli qiymət qaytaran qiyməti düşünürəm 1002. 1002-ni 6-ya böldükdə qaytarır mənə 167 qiymətini və şərt ödənir. Bəli, bu düzgündür. Bir də ən böyüyü tapmaq üçün bəs nə edirəm? Ən böyüyü tapmaq üçün heç özümü yormuram. Düşünürəm ki, 3 rəqəmli ədəd olması üçün, yəni 6-ya böldükdə 3 rəqəmli ədəd alınırsa mənim cavabım. Onda 3 rəqəmli ən böyük qiyməti düşünürəm. 999-u. Və bunu vururam 6-ya. Bunu 6-ya vurduqda mən birbaşa 4 rəqəmli 6-ya bölündükdə cavabı 3 rəqəmli qaytaran qiyməti tapmış oluram. Bu da məndə 5994 qiymətidir. Deməli, 1002-dən 5994-ə kimi aralıqda olan qiymətlər 6-ya bölündükdə mənə 3 rəqəmli qiymət qaytarır. Buna uyğun onda A-nın yerində nələr dayana bilər? 1, 2, 3, 4 və 5-in dayandığını gördüm. Yəni arada 2000 neçə, 3000 neçə, 4000 neçə bunlar da 6-ya bölündükdə mənə 3 rəqəmli qaytarır. Çünki burada gördük ki 999 alınır. Burada da alınır 167. Demək ki aralıqda da elə bu ikisi arasındakı qiymətlər alınacaq. Və bu qiymətlərin də məndən cəmini istəyir. Bu da verir mənə 15 qiymətini. Və yaxud da belə düşünə bilərsiniz ki, mən burada A-nın yerinə əgər ki 6 qoysam 6000. 6000-i 6-ya böldükdə artıq 4 rəqəmliyə keçmiş olur. Yəni A-nın yerinə mən ən çoxu 5-ə kimi qoya bilərəm. Bu prinsiplə də baxa bilərsiniz. Deməli sonra 47-ci suala baxırıq. Burada bir hesablama yerinə yetirəcəyik sadəcə. Bizə iki dostun səyahət etdiklərini və onların yükləri haqqında məlumatlar verib. Deyir ki, qatarda baqajı təhvil verərkən 22 kiloya qədər yük üçün ödəniş edilmir, lakin 22 kilodan sonra hər bir kiloqram üçün biz 10 manat ödəniş etməliyik. Buna uyğun olaraq gəlin əvvəlcə hesablayaq. Bu qırmızı baqajın yükünü baxaq. Hesabladıqda biz 19 üzərinə əlavə edirik. 12 bölək 3 bizə qaytarır 4-ü. 2 vuraq 5 də verir bizə 10. Bu baqajın ümumi çəkisi olur 33. Və biz bilirik ki 33-dən 22 kiloya kimisinə ödəniş etmirik. Bəs əlavə neçə kiloqram qalır buradan? 11. Deməli, bu adam əlavə 11 kiloqramdır və hər bir kiloqram üçün 10 manat ödəniş edir. 110 manat ümumilikdə pul ödəməlidir. Keçirik digər adamınkına. 5-in kubu verir bizə 125-i, çıxırıq 9-dan 12-nin hasilini. Bu da verir bizə 108-i və üzərinə əlavə etməliyik. 2 üstü 4, 16. Bunu da 3'ə vurduqda 48. 125-dən 108 çıxıb 48-i əlavə etdikdə isə tapırıq 65 kilo. Demək ki, bu mavi baqajın miqdarı, kilosu 65-dir. Və bunun da yenə 22 kiloqramı pulsuzdur. Qalır geriyənə 43. Və həmin o 43-ün də hər bir kiloqramı üçün 10 manat ödədikdə 430 manat da digər şəxsin ödəməli olduğunu tapırıq. İkisinin birlikdə bizdən cəmini soruşur. Biri 110 manat, biri 430 manat. Ümumilikdə 540 manat ödəməli olduqlarını görürük.
48-ci sualda ata və üç oğlunun hər birinin yaşlarını veribdir. Deyir ki, bunların yaşları haqqında belə bir şey deyir. Atanın yaşı bir övladının yaşının 4 qatı, digərinin 7 qatı, o birinin isə 8 qatıdır. Bu zaman mən 4-ə, 7-yə və 8-ə əkov düşünürəm ki, 56. Deyirik, gəlin baxaq, atanın 56 yaşı olarsa, uşaqlardan birinin deyir, bu 4 qatına bərabərdir. Onda 56-nı bölürəm 4-ə. Həmin uşağın yaşına nə düşür? 14. Digərini 56-nı 7-yə böldükdə tapıram 8 yaş və 56-nı 8 qatı olana da böldükdə tapıram 7 yaş. Deməli, həqiqətən də mən görürəm ki, 56 14-dən 4 qat, 8-dən 7 qat və 7-dən də 8 qat böyükdür. Atanın 56 yaşı olarsa, uşaqların birinin 14, birinin 8, birinin 7 yaşı olmalıdır. Və bunların cəmi də verir bizə 29-u. O da C variantında. Keçirik 49-cu suala. Deyir ki, Nicat, fabrikə 3 dəzgah A, 5 dəzgah isə B növ tikiş maşını alır. Buna uyğun olaraq, deməli, A maşını 5 dəqiqə ərzində 8 corab, B maşını isə 4 dəqiqə ərzində 7 corab istehsal edirsə, 1 saata cəmi neçə corab istehsal olunar? Gəlin baxaq. Əgər ki, mənim A dəzgahım 5 dəqiqə ərzində 8 corab istehsal edirsə, onda bəs 60 dəqiqədə mənim 1 saatımı təşkil edir. 60 dəqiqəyə nə qədər istehsal edər? Buradan tənasüb qura bilərik və tənasübü qurduqda görürük ki, A maşını 60 dəqiqəyə, yəni 1 saata, bir dənə A maşınımız nə qədər qurur? Nə qədər corab istehsal edir? 96 dənə. Bu məndə bir dənə maşının miqdarıdır. Bəs məndə neçə dənə A maşınından var? 3 dənə, 3 dəzgah var. Onda 96-nı da vururam 3-ə. Tapıram ki, ümumilikdə 1 saat ərzində A növ tikiş maşınları olan o 3 dəzgahda hamısı birlikdə toplam 288 dənə corab istehsal edir. Bu bir. Gedirik indi B növ tikiş maşınlarına. B növ tikiş maşınları haqqında deyir ki, 4 dəqiqə ərzində 7 dənə corab istehsal edir. Əgər 4 dəqiqə ərzində 7 corab istehsal edirsə, onda yenə 1 saatımı, yəni 60 dəqiqəmi düşünürəm ki, nə qədər istehsal edər? Tapıram 105 dənə olduğunu. Bu bir dənəsi üçündür, bir maşın üçündür. Bəs B növdən neçə dənədir məndə? 5 dənə. Onda həmin o 105-i də vururam 5-ə. Və verir mənə 525 dənə corab. Deməli, 1 saat ərzində 3 dəzgah A növ tikiş maşını cəmi 288 və 1 saat ərzində 5 dəzgah B növ tikiş maşını 525 corab istehsal edir. Bunların da cəmi 288 ilə 525-in cəmi verir bizə 813, yəni B variantını. 50-ci sualına davam edirik. Deyir işçi uzunluqları 72 və 56 sm olan metal çubuqları bərabər hissələrə ayırır. Bərabər uzunluqlarda ayırır. Bir kəsim üçün 35 saniyə gedirsə, ümumilikdə nə qədər vaxt lazımdır bunları bölmək üçün? 56 ilə 72-yə əvvəlcə biz tapmalıyıq əbobu. Görək həm 72-ni, həm 56-nı neçə-neçə hansı uzunluqlarda bölsək, hər ikisinin böldüyümüz hissələrin uzunluqları bərabər olar. Bunun üçün əbobu tapırıq. Əbob 72 və 56. Əbobu da tapdıqda nə edirdik? Sadə vuruqlarını ayırıb ortaq olanlarını götürürük. 72-ni sadə vuruqlarını ayırdıqda, deməli 2, 36, 2, 18, 2, 9, 3, 3, 3, 1. 56-nı ayırırıq sadə vuruqlarına. 2, 28, 2, 14, 2, 7, 7, 1. İndi mən buradan baxıram ki, mənim üçün burada ortaq olan qiymətlər 2-lərdir, 3 dənə 2-lərdir. Bunların da hasili verir mənə nəyi? 8-i. Demək ki, mənim əbobum 8-dir. Yəni, hər bir hissəmin uzunluğu 8 olmalıdır. Gəlin indi baxaq. 56 santimetri mən 8 hissəyə böldükdə, 8 uzunluğu daha doğrusu üzr istəyirəm. 8 olan hissələrə böldükdə neçə alınır? 7 dənə hissə alınır, düzdürmü?
Və bu 7 dənə hissə üçün mən bilirəm ki, neçə kəsim etməliyəm? Bir vahid əksik, yəni 6 kəsim aparmalıyam. Bəs 72-ni, mən 72-ni uzunluğu 8 olan neçə hissəyə bölə bilərəm? 9 hissəyə. Və bu 9 hissə üçün mən neçə dəfə kəsim aparmalıyam? Bir əksik, yəni 8 kəsim aparmalıyam. Ümumilikdə məndə neçə dənə kəsim işi getmiş olacaq? 14 kəsim prosesi getmiş olur. Və bu 14 dənənin hər biri üçün mən 35 saniyə vaxt sərf eləməliyəm. Onda 14-ü vururam 35-ə. Tapıram ümumilikdə 490 saniyə. İndi bu 490 saniyəni də biz çevirməliyik dəqiqəyə. 490-ı bölürəm 60-a. 8 dəqiqə məndə tam qalır. 480. 10 saniyə də əlavə olaraq vaxt lazımdır. Deməli 8 dəqiqə 10 saniyə ərzində biz 14 kəsim apararaq hər biri 8 sm uzunluğunda olan parçalara ayırmalıyıq. 51-ci suala gəlirik. İçərisində müəyyən sayda adam olan avtobusa bir dayanacaqda bir sərnişin. İlk dayanacaqda bir sərnişin, yəni X dənə məndə sərnişin var. Birinci dayanacaqda bir sərnişin mindikdən sonra bu qiymət 5-ə tam bölünür. 5-ə tam bölünür. İkinci dayanacaqda 2 sərnişin enir. Yəni bu x plus 1-dən mən x-ini çıxmalıyam. Onda necə olur? Deməli x plus 1 çıxaq 2. Və belə olan halda 2-yə tam bölündüyünü deyir. Və sonuncu halda isə deyir ki, sonuncu halı isə bu biri tərəfdən qeyd edəcəm. Deməli, sonuncu halda isə, üçüncü halda isə 4 sərnişin daha minir və bu dəfə sərnişinlərin sayı 7-yə tam bölünür. İndi mən baxıram ki, burada hesablamayı yerinə yetirsəm, x üstə gələk 1, çıxaq 2 və üzərinə də 4 əlavə etdikdə bu bölünməlidir nəyə? 7-yə. Və bunu da nəzərə aldıqda, deməli, x-in üzərinə 1 gəlib, 2 çıxdıqda mənfi 1, üzərinə 4 gəldikdə x üstə gələk 3 ifadəsini almış oluruq. Bu x üstə gələk 3 bölünməlidir 7-yə tam şəkildə. Və mənə əlavə edir ki, bu avtobusda sərnişin sayı ən çox 45 ola bilər. Yəni ən çoxu 45 sərnişin götürə bilərik. Buna uyğun olaraq bu şərtləri ödəyən qiyməti soruşur bizdən. Yəni x-in üzərinə 1 əlavə etdikdə 5-ə bölünməyini nəzərə almaqla başlayırıq bu sualda. Mən bilirəm ki, 5-ə hansı qiymətlər bölünür? 5, 10, 15, yəni sonu 0 ya da 5 ilə bitənlər. Düzdürmü? Həmin qiymətlərimi yazıram bura və indi müqayisə edəcəm. Mən amma burada bir şey bilirəm ki, sonu 5-dən olanlar olmayacaq. Nəyə görə? Əgər mən x-imin üzərinə baxıram ki, x-in üzərinə 1 əlavə etdikdə bu qiymətlər alınmalıdır. Tutalım ki, x-in yerinə qoyuram 4. 4-ün üzərinə 1 əlavə etdikdə 5 alınır. 5 5-ə bölünür. Tamam. Amma mən təzdəndən həmin o qiymətdən 2 çıxanda alınır tək qiymət 3 alınır. O da 2-yə bölünmür. Ona görə demək ki, mənim təklərlə işim yoxdur. Sonu 5 ilə bitənlər həmin şərti ödəyə bilmir. Amma misal üçün 10 olsa, yəni x-in yerinə 9 qoysaq, üzərinə 1 əlavə etsək alınar 10, ondan qayıdıb 2 çıxsaq, verər bizə 8 və 8 2-yə tam bölünər. Yəni mənim burada baxacağım qiymətlər sonu 0-la olanlardır. 10, 20, 30 və 40. Yəni 5-ə bölünməsi. Üzərinə 1 əlavə etdikdə bunlar alına bilər. Və qayıdıb da 2 çıxdıqda bəli, 5-ə və 2-yə bölünmə şərti ödənir. İndi bir dənə də biz 3-ə bölünmə şərtini nəzərə almalıyıq. Biz elə bir qiymət götürməliyik ki, onun üzərinə 1 əlavə etdikdə 5-ə bölünə bilsin. Qayıdıb 2 çıxdıqda 2-yə bölünə bilsin və həmin qiymətin üzərinə, o avtobusda olanların üzərinə biz 3 əlavə etdikdə bu 7-yə bölünə bilən bir qiymət olsun. Bunun üçün də biz bir-bir bu ehtimalları yoxlayırıq. 10 alınması üçün 9-u götürək. 9 götürsəm x-in yerində 9 üzərinə 1 əlavə etdikdə 10 5-ə bölünür, bəli. Və həmin ondan qayıdıb 2 nəfər sərnişini çıxdıqda 8 2-yə bölünürmü? Bəli. Bəs 7-yə 10 nəfər 9 nəfər dedik. 9-un üzərinə 3 əlavə etdikdə 12 olur. 12 7-yə bölünürmü? Yox. Demək ki, 9 x bərabər 9 şərti pozulur. Yəni x-in üzərinə 1 əlavə etdikdə 10 ola bilməz.
Baxıram indi 5-ə bölünən digər qiymət 20 ola bilər, düzdürmü? 20 olması üçün x hansı qiyməti almalıdır? 19-u. 19-u yoxlayırıq bu dəfə. Üzərinə 1 əlavə etsəm 20 5-ə bölündü. 2 çıxsam 18 2-yə bölündü. Bəs 19-un üzərinə 3 əlavə etdikdə 7-yə bölünürmü? Xeyr, 19-un üzərinə 3 əlavə etdikdə 22 alınır və 7-yə bölünmür. Demək ki, 20 də həmin şərt ödəmir. 30-u yoxlayaq da, ya daha doğrusu bir əlavə etdikdə 30 alınan qiyməti, yəni 29-u. 29-u bir əlavə edirəm 30, 5-ə bölündümü? Bəli. 2 çıxdım 28, 5-ə bölündümü? Bəli. Bəs 29-un üzərinə biz 3 əlavə etsək, verir bizə 32. Bəs 7-yə bölünür bu? Yox. Demək ki, 30 da həmin şərti ödəmədi. Daha sonra keçirəm sonuncu qiymətim 40-a, artıq 40 yəqin ki, mənim şərtimi ödəyəcək. Yəni 40 alına bilmək üçün olan qiymət. Əgər üzərinə bir əlavə etdikdə 40 alınırsa 5-ə bölünsün deyə bu qiymət nə ola bilər? 39. 39-un üzərinə bir əlavə etdikdə alınır 40. 5-ə bölündümü? Bəli. 40-dan 2 çıxdıqda verdi 38. 2-yə bölündümü? Bəli. Və 39-un üzərinə mən buradakı kimi 3 əlavə etsəm nə alınır? 42. 7-yə bölünürmü? Bəli. Demək ki, mənim sərnişinlərimin sayı 39 imiş. Ki 5-ə də bölünüb, 2-yə də bölünüb, 7-yə də bölünüb lazımi şərtlər yerinə yetirildıkdən sonra. Və 3 ilə də 9-un mənə hasili lazımdır. Çünki rəqəm hasilini istəyir. Bu da verir mənə 27 qiymətini. Keçirəm 52-ci suala. Deyir, yarışda hər 7 xal toplayana əlavə 1 xal verilir. Məsələn, 14 xal toplayana 2 xal əlavə verilir və birlikdə 16 xal olur. Yarış sonunda 57 xal olubsa, əgər neçə xal əlavə verilmişdir? O zaman mən nə edirəm? Düşünürəm ki, bu 57-ni, baxın, mən bilmirəm neçə dənə məndə 7-lik qrup var. Yəni 7 xalı mən neçə dəfə tam toplamışam, bunu bilmirəm. Götürürəm x dəfə. X dəfə mən hər dəfə 7 xalı toplamışam və həmin miqdar qədər də, yəni bu x sayı neçədirsə, həmin qədər də 1 xal, yəni x vuraq 1 verilibdir mənə. Və bu da verməlidir mənə 57-ni. Topladıqda verir bizə 8x bərabər 57-ni. 57-ni mən 8-ə böldükdə x üçün alıram 7-ni. Deməli 7 dəfə tam şəkildə mən hər dəfə 7 xalı toplayıb 1 balı almışam. 7 dəfə, yəni mən bu prosesi tamamlamışam. Bu da verir mənə 56-nı, qalıq da 1 qalır. Yəni axırıncı dəfə də 1 bal almışam, amma 6 balım hələ çatmayıb da üzərinə əlavə etməyə. 7 dəfə demək ki, 7 dəfə mən hər dəfə 7 balı almışam. Çox üzr istəyirəm. Demək ki, biz tapdıq ki, cəmi 7 dəfə 7 dəfə. Hər dəfə biz 7 xalı tam toplamışıq və 1 bal da üzərinə əlavə edilib. 7 dəfə bu proses təkrarlanıb. 56 bal həm 7 xallar, həm də hər dəfə üzərində 1 xal əlavələrlə biz almışıq. Və 1 bal da kənarda qalıbdır. Məndən əlavə xal, neçə əlavə xal qazanıldığını soruşur. Əgər 7 dəfə bu prosesi təkrarlamışamsa, o 7 dəfə prosesin hər biri üçün də 1 xal əlavə verilibdir. Demək ki, 7 xal məndə əlavə olubdur. 57 balımdan 7-si əlavə olub, qalanlara özümün topladığım ballarım olmuş olub. 53-cü sualda deyir, birinci kartda seçilən ədədlər sürətə, ikinci kartdan seçilən ədədlər məxrəcə yazılır. Hər kartdan bu arada 2 ədəd seçilir. Buna uyğun olaraq kəsirin qiyməti ən çox neçə ola bilər? Belə deyirsə, onda mən birinci kartımdan təbii ki, hansı qiymətləri götürəcəm? Ən böyükləri 6 ilə 4-ü. Bəs ikincidən nələri götürəcəm? Mümkün qədər kiçikləri, çünki bunlar sürətdə yazılır, ikinci kartdakılar məxrəcə yazılır və mən böyük istəyirəm alınıb, böyük alınsın. Bu halda da demək ki, mən 6 ilə 8-i götürəcəm. Bəs yerləşdirəndə necə yerləşdirə bilərəm? 2 halım var. Ya 6-da 6, 8-də 4 kimi, ya da 6-da 4, 8-də 6 kimi yerləşdirə bilərəm. Və indi gəlin bunların cəmlərinə baxaq biz. Birinci halda biz 6-da 6 ilə 8-də 4-ü ortaq məxrəc edib toplasaq alırıq 24-də 36 qiymətini. İkinci halda isə
biz topladıqda alırıq 24-də 34 qiymətini. Bəs məndən hansını istəyir? Böyük olanı soruşur. Və ikisini bu halda müqayisə etmək daha rahatdır. Baxıram böyük hansıdır bu? 24-də 36. 24-də 36-nı da mən düzgün olan kəsrə çevirmək istədikdə ixtisar aparıram. İxtisar apardıq deməli. Ə, 12-yə ixtisar apara bilərəm. Verir mənə 2, yuxarıda da 3. Bu da verir mənə 1 tam 2-də 1-i, yəni B variantını. 54-cü sualın davam edək. Deyir, bir yaşayış binasında 2 lift var. Bu liftlərdən biri 3 saniyə yuxarıya qalxır və 2 saniyə də aşağıya düşür. Yəni 2 mərtəbə arasında. Bir mərtəbəni keçən zaman. Buna uyğun olaraq Səid biri 3-cü, digəri 13-cü mərtəbədə olan 2 lifti çağırır. Eyni anda çağırır və Səid də təbii ki bilir ki, bu ikisi arasındadır ki, ikisini də çağırır və buna uyğun deyir ki, Səid neçənci mərtəbədə olar. Liftlərin də eyni vaxtda çatdığını soruşur. Mən deyirəm ki, bilmirəm də, o biri liftlərin hansı mərtəbədə olduğunu bilmirəm. Deyirəm ki, 2 saniyə biri gedir, 3 saniyə biri gedirsə, x və y-dən götürürəm. Deyirəm ki, bu x mərtəbəni 3 saniyə getsin. Onda digəri y mərtəbəni 2 saniyə çatmış olur Səidin yanına. Yəni x dənə mərtəbə biri gedir, y dənə mərtəbəni də bir liftim. Liftimin biri x mərtəbə, biri y mərtəbə gedir və hər biri üçün biri 3 saniyə, biri 2 saniyə vaxt sərf edir mərtəbələr arası. Buna uyğun olaraq düşünürəm ki, yaxşı, burada gəlin x-ə 2 götürək, y-ə 3 götürək. Bu ikisinin cəmi mənə nə verir? 10. Bir də mən burada nəzərə almalıyam ki, Səid 3-cü və 13-cü binalar arasında verməlidir. Mən 10 yox, burada 5 yazmalıydım. 3 ilə 13 arasındakı mərtəbə fərqim nədir? 10. Yəni, iki liftim arasındakı mərtəbə fərqi 10-dursa, onların deməli ki, baxın, bu x-lə y-in cəmi də mənə 10-u verməlidir. Yəni, çünki biri neçə mərtəbəsə düşür, biri neçə mərtəbəsə qalxır və ikisi eyni nöqtədə görüşür Səidin yanında. Və 3-cü, yəni 13-cü mərtəbədədirsə onlar. Aradakı fərq nədir? 10. Demək ki, iki liftin getdikləri mərtəbələr sayı da cəmi 10 olmalıdır. Mən baxıram ki, x-im 2, y-im 3 olsa, yəni bu lift 2 mərtəbə, bu liftdə 3 mərtəbə əgər getmiş olsa, cəmi 5 olur. Amma mənə nə lazımdır? 10 mərtəbə. Onda bunları 2 qatına çıxardıram. Deyirəm, bu 4 mərtəbə getmiş olsun, bu da 6 mərtəbə getmiş olsun. 4 ilə 6-nın cəmi mənə 10 verir? Bəli. Deyirəm ki, onda mənim hər mərtəbə üçün 3 saniyə vaxt sərf eləyən liftim 4 mərtəbə dəyişməlidir yerini. Hər mərtəbə üçün 2 saniyə sərf eləyən liftim 6 mərtəbə yerini dəyişməlidir. Buna uyğun deyir ki, indi Səidin durduğu mərtəbə neçədir? Bunu da hesablayan zaman baxıram ki, durduğu mərtəbəni soruşur. Səidin arada durduğu mərtəbəni soruşur. 4 ilə 6-nı tapdıq. Burada da yerinə qoysam mən. Burada nə dedik? 4. 13-dən deməli çıxıram 4-ü. Verir mənə 9-u və yaxud da 6-nın üzərinə əlavə edirəm 3-ü. Yenə də verir mənə 9-u. Yəni biri qalxan, biri düşən lift idi. Düşən liftim 2 saniyəyə düşür. Baxın, bu düşən liftim 2 saniyəyə düşür. Demək ki, 6 mərtəbə düşübdür. Bu biri isə qalxıbdır. Mən 13-dən 4 də çıxıb 9-u tapa bilərəm. 6-nın üzərinə 3 də gəlib 9-u tapa bilərəm. Demək ki, Səid hansı mərtəbədədir? 9-cu mərtəbədə. Keçirik 55-ci sualı. Aşağıda toplama və vurma cədvəlləri verilib. Aha. Buna uyğun məndən hesablamanın yerinə yetirməyimi istəyir. Deməli, mən A-nı, baxın, bu cədvəldə görürəm ki, A-nı vurmuşam B-yə, tapmışam 42 və A-nı vurmuşam C-yə, tapmışam 48. Bunlar üçün ortaqları düşünürəm. A-ların yerinə özümdən qoyuram 6-nı. B-yə bu halda 7 düşür, C-yə də bu halda 8 düşür. Həqiqətən də baxın, B ilə C-nin cəmini də burada veribdir.
B ilə C cəmi üçün də mənə 15 veribdir. Gerçəkdən də 7 ilə 8-in cəmi mənə 15-i qaytarır. Demək ki, qiymətləri tapdım, problem yoxdur. İndi L-i hesablamamı istəyir. L nəyə bərabərdir? C-nin kvadratına. Yəni L-in yerində biz yazmalıyıq 8 vuraq 8-i. Üzərinə əlavə etməliyəm M-i. M nəyə bərabərdir? A-nın B-nin cəminə. A-nı tapmışıq 6, B-ni tapmışıq 7. Bu verir bizə 13 qiymətini və bundan çıxmalıyam K-nı. K nəyə bərabərdir? A-nın A-nın cəmi, yəni 6-nın cəmi, 2-dən 6-nın cəminə. Bu da çıxaq 12 verir. Və bunu hesabladıqda bizə qaytarır 65 qiymətini. Keçək 56-cı suala. Deyir maksimum bal 110 olan bir imtahanda 2 nəfərin aldığı balların nisbəti 35-in 45-i olmuşdu. Qiyməti yüksək olan 2 bal daha alsaydı maksimum balı toplamış olardı. Buna görə qiyməti az olanın balını tapaq. Baxın, 35-in 45-ə nisbəti. Deyir ki, əgər bu böyük çox toplayan 2 bal da artıq alsaydı maksimal bal olardı. Onda demək ki, neçə toplayıbdı? 108 toplayıbdı. 35-in 45-ə nisbəti x-i bilmirəm də məhculdur. Həmin o məhculun 108-ə nisbətinə bərabər olmalıdır. Bu çox olanın balını ifadə edir. Bu az olanın balını. İndi mən buna uyğun tənasüb yenə qururam. Baxıram ki, 35-in 108-ə hasili 45-in x-ə hasili olmalıdır. Və yaxud da nisbəti 35-in 45-ə nisbəti x-in 108-ə nisbətinə bərabər olmalıdır. Buradan da x-i hesablayan zaman 35 ilə 108-in hasilini bölməliyik biz nəyə? 45-ə. Və bu da mənə qaytarır. Deməli, 5-ə ixtisar getdikdə burada alındı 7. Burada alındı 9, vuraq 108. 108-i də elə 9-a böldükdə 12, 12-ni də 7-yə vurduqda qaytarır bizə 84 qiymətini. Demək ki, düzgün cavabımız olacaq 84. Keçirik 57-ci suala. Aha, burada bölmədir, yoldaşlar. Əgər bölmədirsə və qalıq 8-dirsə, mən elə A-nın B-yə nisbətini tam 90-ın A-ya bölünməsindən olan qalığı çıxıram kənara ki, tam qiyməti tapım. 90-dan çıxıram 8-i, tapıram nə? 82. Deməli ki, mənim tam bölünən qiymətim 82-dir. 82-ni mən A-ya böləndə qiymət B düşməlidir. Bunu da tapmaq üçün A-nın neçə müxtəlif qiymət ala biləcəyini tapmaq üçün 82-ni vururam, bölürəm sadə vuruqlarını ayırıram. 82-ni böldüm 2-yə verdi mənə 41. 41 də zaten başqa bir şeyə bölünmür, sadədir. Demək ki, 82 2 ilə 41-in hasili olacaq. Amma mən A-nın yerinə 2 qoya bilmərəm. Niyə? 90-ı çünki 2-yə böldükdə 45 alınır. Olmaz. Yəni şərt pozulur burada. A-nın yerinə mən qoyuram 41-i, B-nin də yerinə qoyuram 2-ni. Həqiqətən də mən 90-ı 41-ə bölsəm, natamam qismət 2, qalığım 8 olur. A-nın ala biləcəyi müxtəlif qiymətlərin cəmini soruşur. A cəmi sadəcə 41-i ala bilir bir dənə. Elə 41-in də özü ilə cəmi 41-i qaytarır. Yəni başqa bir qiymət yoxdur üstünə əlavə edə biləcəyim. O da A variantında. 58. İki rəqəmli AB və BA ədədləri sadə ədədlər olarsa, belə ədədlər simmetrik ədədlərdir. Yaxşı. Deyir, buna əsasən simmetrik sadə ədədlər üçün AB hasili hansı ola bilməz? Yəni A və B-nin yerində dayanılan rəqəmlərin cəmi misal üçün 7 ola bilərmi? Gəlin baxaq. Hasil 7 olması üçün 1-dən 7, yəni 17 ya da 71 ola bilər. Bunlar qarşılıqlı sadə ədədlərdir. Bəli. Hasilin 15 olması üçün 3-dən 5-i götürə bilərəm. 3-dən 5 verir mənə 35 və 53 cütlüyünü. Bunlar da qarşılıqlı sadədirmi? Baxacağıq. C variantında 21 verir. 21-i 3-dən 7-dən ala bilərəm. 37 ilə 73 verir. 63 almaq üçün də 9 ilə 7-dən istifadə edə bilərəm. Bu da mənə 79 ilə 97 verir. İndi deyirik ki, dedik ki, rəqəmli ədədlər nədir? Sadə ədədlərdir. Bu qiymətlər içində hansı sadə deyil? B variantında olan 35 qiyməti sadə deyil. Amma digərlərinə baxdıqda bəli, digərləri hər biri sadədir. Məndən sadə olma şərti soruşduğuna görə ola bilməzi deyirsə, B variantı demək ki, ola bilməz. Çünki
Orada biz 35'in sadə olmadığını görürük. Digərləri isə sadədir və mümkün hallardılar. 59-cu suala gəlirik. Deyir, Leyla və Səbinə tır atışı üzərində 2, 5, 6 və 7, 9, 11 və 13 rəqəmləri yazılmış şarları partladılar. İlk üç atışı Leyla yerinə getirir və daha sonra Səbinəyə hansı şarları vurursa vursun, onların nömrələri cəminin mütləq cüt olacağını deyir. Belə olan halda yoldaşlar, mən deyirəm ki, Leyla avtomatik elə 2 ilə 6-nı vurubdu. 2 ilə 6-nı mütləq şəkildə o vurubdu ki, digərlərini biz topladıqda mütləq şəkildə bizə cütü qaytarıbdı. Çünki əgər ki, Leyla 2 ilə 6-nı vurmayıbsa, ə, tutaq ki, 2 saxlamış olaq Səbinənin haqqına. Onda bu 2-ni hansı qiymətin üzərinə əlavə etsək, digərlərinin hər biri tək olduğuna görə təklə cütü toplayıb mən tək tapmış olacağam. Amma mənə deyir ki, Səbinənin bütün hallarda vurduğu qiymətləri versin mənə cüt qiyməti. Ona görə deyirəm ki, 2 ilə 6-nı Leyla vurmuş olsun. Səbniyə qalmış olsun, deməli digər qiymətlər. Amma bilirəm ki, Leyla 3 dənə qiymət vurubdu. Yəni 5, 7, 9, 11 və yaxud da 13. Bunlardan birini yeni Leyla vurubdu. Çünki 3 dənə vurmalıdır. Bir, mən artıq burada nə edirəm? Ehtimalları yoxlayıram, variantları yoxlayıram. Düşünürəm ki, tutaq ki, Leyla 5-i, 7-ni, 9-u, 11-i vurmuş. Səbinə daha doğrusu vurmuş olsun. 5-i, 7-ni, 9-u, 11-i vurduqda Səbinə baxıram ki, cəm neçə alır və variantlar içində varmı? Toplayıram 5-i, 7-ni, 9-u, 11-i. Deməli, verir mənə 20, 32. Baxıram variantlarda varmı o cavab? Yoxdur. Deməli, bunu vurmayıbdı. Daha sonra bu şəkildə ehtimalları yoxlayıram. 5, 7, 9, 11 və 13 üçün bunları 4-4 hər dəfə müxtəlif olma ehtimalı ilə 4-4 qruplaşdırıb cəmləyirəm. Görüm hansı cəm alına bilir bunlardan. Hansı cəm 4 dənəsindən çıxırsa, demək ki, o ola bilər. Bu şəkildə variantları yoxladıqda biz tapırıq. Tutaq ki, 5-i bu dəfə qoyuram qırağa. 7-ni, 9-u, 11-i və 13-ü topladıqda verir bizə 40 qiymətini. Yəni 40-ı vura bilər Leyla. Səbinə daha doğrusu. Leyla'da demək ki 5-ci vurub 5-i vurub 3-cü olaraq qiymət olaraq. Və cəmlər içində bəli 40 mövcuddur. Demək ki 40 bu cəmlərdə ola bilər. Düşünürük ki, Leyla vurubdu 2, 5, 6 qiymətlərini. Bu zaman Səbinənin vurması üçün qalıb 7, 9, 11, 13 və bunları topladıqda cüt verirmi mənə? Bəli, cüt verir və cəmlər içində, variantlarım içində 40 varmı? Bəli, var. Hə, bu olmasaydı başqa formada düşünəcəkdik. Yəni bu sırf ehtimalları düşünmək üzərinə qurulmuş bir sualdır. Bir-bir hamısını düşünməliyik. Və sonuncu 60-cı suala gəlirik. Deyir, müxtəlif sadə ədədlərin cəmi 30-a bərabərdir. Onların mümkün ən böyük hasilini tapın. Bu sualı tapan zaman yoldaşlar bütün ehtimalları yenə düşünməliyik. Və variant yoxlayacağıq. Ən böyük dediyinə görə mən elə başlayıram ən böyük variantım, yəni D variantından. 3120-dən. Sadə ədədlər dediyinə görə bu qiyməti ayırıram sadə vuruqlarına. Görüm şərt ödənir, ödənmir. 2-yə böldükdə verir bizə 1560-ı. Sonra baxıram bu bir də 2-yə bölünür, verir 780. Bu qiymət olmayacaq. Niyə? Burada 2-nin özü bəli təklikdə sadədir. Amma mən burada ikinci 2-ni görürəm. Bu ikinci 2 mənim işimi korluyur. Sadəlik şərtini pozur. Mən bu 2-ni bu 2-yə də vursam mənə 4 verir. Və yaxud da digər hansısa bir qiymətə də mən bu 2-ni vursam, o mənim sadəlik şərtimi pozur. Yəni burada elə qiymətlər olmalıdır ki, hər birindən bir dənə olmalıdır və sadə olmalıdırlar. Ki onların, çünki mənə deyir sadə ədədlərin cəmi 30-dur. Sadə ədədlərin cəmi 30 olmalıdır və sadəliyi mən qorumalıyam, gözləməliyəm. Amma bu ədəd demək ki, sadə deyil. Bunların cəmi 30 olsa da olmasa da sadə deyil. Buna görə şərt pozuldu. Keçirəm C variantına. D variantım yanlışdır. Niyə C-yə keçirəm? Çünki əlimdə qalan variantlar içində ən böyük o qalıbdır. Ona görə. 2920-ni sadə vuruqlarına yenə ayırıram. 2-yə bölürəm. Verir mənə 1460 və bu yenə 2-yə bölünür. Baxın, yenə 2-lər mənim şərtimi pozdu. Bu 2 yaxşı təklikdə sadədir. Sadə ədədimin biri bu olsun. Bu 1-2-ni mən bir də götürə bilmərəm. Çünki mənə müxtəliflik verib axı. Ona görə C variantı da yanlışdır. B-yə gəlirəm. 2890 bölürəm 2-yə.
Verir mənə 1445 qiymətini. Bu qiymət daha sonra baxıram 5-ə bölünür. Verir mənə 289-u. 289 isə 2 dənə 17-nin hasilinə bərabərdir. Baxın, burada da 17-lər korladı işimi. Niyə? Çünki mənə müxtəlif sadə ədədlər deyir. 2 dənə 17 ola bilməz. Başqa da sadə ədəd yoxdur ki, yəni buradan biz çıxara bilək. Ona görə B də yanlışdır. İndi isə gəlirəm A variantına. Bu mənim düzgün cavabımdır artıq. Bunun sadə vuruqlarını ayırdıqda, deməli, yazdım 2, 1365-i qaytardı. Böldüm 3-ə, 455. Daha sonra 5-ə bölünür. Tapıram 91 və 7-yə bölürəm. Tapıram 13. 13 də ilə 13-ə bölünür 1. Baxın, həqiqətən də sadə vuruqlarını ayırdım və hər biri müxtəlifdir. Və bunların hamısının cəmi də mənə 30-u verirmi? Bəli. Müxtəlif sadədir. Sayılarını bilmirdik, amma sadə vuruqlarını ayıraraq baxa bilərik də biz onların cəmi 30-u verirmi və sadədirlərmi həqiqətən. Bu şərti ödəyən yeganə variantım A variantı olur. Sadə vuruqlarını ayırdım. Axıra kimi sadə vuruqlarını parçaladım. Hər birinin müxtəlif olduğunu gördüm və bu müxtəlif qiymətlərin cəminin də 30 olduğunu gördük.